Cırtdan nağılı. Biri varmış, biri yox imiş, bir qoca qarı var imiş. Bu qarının bir balaca oğlu var imiş. Bu uşaq o qədər balaca imiş ki, buna cırtdan deyərlərmiş. Bir gün cırtdan gördü ki, qonşuların uşaqları meşəyə oduna gedirlər. Gəlib anasına deyir, ay ana, uşaqlar ilə mən də oduna gedəcəyəm. Qarı uşaqları çağırıb, hər birinə bir parça yağ yaxması verib, cırtdanı onlara tapşırdı. Uşaqlar meşəyə gedib odun topladıqdan sonra görürlər ki, cırtdan odun toplamayır, ona deyirlər. A cırtdan, sən niyə odun toplamayırsan? Cırtdan cavab verir. Anam sizə yağ yaxması verdi ki, mənim də odunumu toplayasınız. Uşaqlar bunun da odununu toplayırlar və sonra hər kəs öz odununu yükləyib yola düşmək istəyəndə gördülər ki, cırtdan oturub baxır. Buna deyirlər. A cırtdan, sən niyə odunuzu yükləməyirsən? Cırtdan cavab verdi. Anam sizə yağ yaxması verdi ki, mənim də odunumu gətirəsiniz. Uşaqlar əlacsız qalıb bunun da odununu gətirirlər. Biraz yol getdikdən sonra görürlər ki, cırtdan geridə qalıb ağlayır. Buna deyirlər. A cırtdan, niyə ağlayırsan? Cırtdan cavab verdi. Yorulmuşam, anam sizə yağ yaxması verdi ki, mən yorulanda məni də dalınıza götürəsiniz. Uşaqlar əlacsız qalıb bunu da dallarına götürürlər. Bir xeyli yol getdikdən sonra axşam olur, qaranlıq qavışanda yolu azırlar. Meşədən çıxanda baxıb görürlər ki, bir səmtdə it hürür və bir səmtdən işıq gəlir. Onda cırtdana deyirlər. Ay cırtdan, it hürən səmtə gedək, yoxsa işıq gələn səmtə? Cırtdan cavab verdi. İt hürən səmtə getsək, it bizi yeyər. İşıq gələn səmtə gedək, bəlkə yolu tapaq. Uşaqlar işıq gələn tərəfə gedib bir divin evinə çıxırlar. Div bunları görəndə sevinir və öz-özünə deyir. Yaxşı oldu, gecə bunları bir-bir yeyərəm. Bunları gətirib evdə oturtdu və uşaqlara biraz çörək yedirdib yatırdı. Gecədən biraz keçəndən sonra div uşaqların birini yemək istəyir və uşaqların yatıb yatmadığını bilmək üçün deyir. Kim yatmış, kim oyaq? Bu səsi eşidəndə tez cırtdan başını qaldırıb deyir. Hamı yatmış, cırtdan oyaq. Cırtdan nə üçün oyaq? Çünki anası hər gecə ona qayğanaq bişirib yedirib yatırardı. Div qalxıb tez qayğanaq bişirib yedirdib yatırtdı. Bir qədər keçəndən sonra div yenə soruşdu. Kim yatmış, kim oyaq? Yenə də cırtdan başını qaldırıb deyir. Hamı yatmış, cırtdan oyaq. Cırtdan nə üçün oyaq? Çünki hər gecə anası gedib çaydan ona xəlbirdə su gətirərdi. Bu sözü eşitdikdə div qalxıb bir xəlbir götürüb çaya su gətirməyə gedir. Cırtdan da tez yoldaşlarını qaldırıb deyir. Bu div bizi yemək istəyir, qalxın qaçaq. Uşaqlar tez qaçırlar və vurub çaydan keçirlər. Bu tərəfdən div xəlbiri nə qədər suya salıb qaldırırsa, görür xəlbirdə su qalmadı. Axırda təngə gəlib qayıtmaq istəyirdi, bir də baxıb gördü ki, uşaqlar çayın o tərəfində gedirlər. İstədi sudan keçib uşaqların dallarınca getsin, sudan keçə bilməyir və axırda uşaqları səsləyir. Ay uşaqlar, sudan nətər keçdiniz? Tez cırtdan cavab verdi. Get bir dənə dəyirman daş tap, boynuna keçir, ondan sonra keçərsən. Div cırtdanın sözünə inanıb, gedib bir dəyirman daş tapıb boynuna keçirir. Özünü suya salır və suda boğulub ölür. Uşaqlar səlamət evlərinə qayıdırlar. Əgər bu hekayəni bəyəndinsə, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutma. Yeni nağıllarda görüşənədək, sağ olun uşaqlar.